Salam əziz uşaqlar. Mən bugün 2026-cı ilin ilk sınağını çəkib paylaşacağım sizinlə. Deməli, bizə birinci sualda nə deyir? Deyir, parçanın hər iki ucunun bir dənə parça çəkirik və bunun hər iki ucundan deyir 15 metr kəsdikdən sonra ümumilikdə 1/3 hissəsi qədər azalır. Deməli, 15 metr, 15 metr. İkisi birlikdə eləyəcək 30 metr. Yəni bu 1/3 qədər azalıbsa, 1/3 hissəsi 30 olan ədəd tapırıq. Hissəsinə görə ədəd tapana nə edirdik? Ədədi hissə göstərən ədədə bölürdük. Yəni 30-u vuracam 3-ə, eləyəcək 90. Yəni mənim parçamın ilkin uzunluğu 90 metr. Yəni B variantı. Keçirik ikinci suala. İkinci sualda bizə deyir ki, qarşılıqlı sadə ədədlər haqqında deyilənlərdən hansı doğru deyil? Ardıcıl natural ədədlər qarşılıqlı sadədir, doğrudur. Çünki istənilən bir biz ədəd götürsək, məsəl üçün 15 ilə 16 götürsək qarşılıqlı sadədir, 17 ilə 18 götürsək qarşılıqlı sadədir. Yəni istənilən ardıcıl natural ədədlər qarşılıqlı sadədir. Ardıcıl tək natural ədədlər qarşılıqlı sadədir. Bu da doğrudur. Çünki 17 ilə 19 qarşılıqlı sadədir. 21 ilə 23 qarşılıqlı sadədir. İstənilən bir ardıcıl tək ədədləri götürsək qarşılıqlı sadə olduğunu görərik. Qarşılıqlı sadə ədədlərin əbubu 1-ə bərabərdir. Bu da doğrudur. Qarşılıqlı sadə ədədlərin əköbü onların hasilinə bərabərdir. Bu da doğrudur. Amma bütün natural ədədlər qarşılıqlı sadədir. Yəni bu fikir yanlışdır. Məsəl üçün mən 2 ilə 4-ü götürsəm, bunlar qarşılıqlı sadə ədədlər deyil. Yəni bu fikir yanlışdır. Keçdik 3-cü sualımıza. 3-cü sualda bizə deyir ki, deməli, -6, 9 birləşir 8, 12 aralığında. Hansı, yəni bu birləşmədə biz bilirik ki, gəl bu nöqtələri qeyd edəyim. -6, 8, 9, 12. Biri -6 ilə 9 aralığıdır. Biri isə 8 ilə 12 aralığıdır. Biz də birləşmədə bilirik ki, yəni mən buradan -6 ilə 12 aralığını götürsəm, mənim birləşməmin elementləri eləyəcək. Deməli, E variantı doğru cavabdır. Keçdik 4-cü sualda. 4-cü sualda bizə nə deyir? Deyir, paltaryanın qiyməti əvvəlcə 30% artırılıbdır. Sonra yeni qiymət 30% azaldıldı. Deməli, biz əvvəlcə paltaryanı özümüzdən qiymət veririk. Yəni mən 100 rəqəmini verirəm. Çünki elə bilək ki, təsəvvür edək ki, paltaryanın qiyməti 100 imiş. Bu əvvəlcə 30% artırıldı. 30% artırmaq nə deməkdir? 130% deməkdir. Yəni mənim paltaryanım oldu 30%. Və mənə deyir ki, yeni qiymət, yəni 130 manat 30% azaldıldı. Bu zaman 130 manat 30% azaltmaq onun 70%-ni tapmaq deməkdir. Buradakı ixtisar etsəm, deməli, oldu 91. Əvvəl mənim qiymətim 100 manat idi. İndi oldu 91 manat. Deməli, neçə faiz azaldı? 9% azaldı. Olacaq A variantı. Sonra, ədədi 19-a böldükdə natamam qismət 3 olarsa, ən böyük ədədi 19-a bölükdə natamam qismət 3 olarsa, yəni istənilən bir ədədi bölmüşəm 19-a, natamam qismət 3. Əgər məndən ən böyüyünü soruşursa, mən qalığı ən böyük götürəcəm. Yəni əgər qalıq bölən, deməli 19-dursa, alınan qalıqlar 19-dan kiçik ədədlər olmalıdır. Məndən də ən böyüyünü soruşduğuna görə mən 18-i götürəcəm. Yəni x bərabərdir 19 vurulsun 3, üstə gəlsin 18. Bunu da hesablayaq. Deməli, 27, 57 üstə gəl 18, o da eləyəcək. Deməli, 75. Doğru variantım olacaq A. 6-cı suala baxaq. 6-cı sualda bizə nə deyilir? Deyir, məxrəci 11 olan neçə düzgün olmayan kəsir var. Əgər bizim kəsirimizin məxrəci 11-dirsə, burada düzgün olmayan kəsirlər 11-dən başlayır. Yəni, mən bura istənilən bir ədədi yaza bilsəm, yəni yazsam, mənim kəsirim düzgün olmayan kəsir olacaq. Yəni mən burada məxrəcə sonsuz qiymətlər verə bilərəm. Ona görə də sonsuz sayda cavabım doğru olacaq. Sonra keçdik
rənglənmiş hissə tapaq. Deməli, bu A çoxluğudur. A çoxluğundan B çoxluğunu çıxmışıq. Yəni, A çoxluğun elementlərindən B-ni çıxmışıq, yerdə qalıb A-nın elementləri. Deməli, bu da bizdə olacaq E variantı. Keçək 8-ci sualımıza. Deməli, 46 ədədi 5-də 2 və 4-də 3 ədədlərlə düz mütənasib hissələrə ayrılmışdır. Nə edirdik biz burada? 5-də 2, üzərinə gələk 4-də 3. İndi bunu tapaq. Ortaq məxrəci 20. Deməli, bunu vuracam 4-ə, bunu vuracam 5-ə. Yəni, 8 üzərinə gəlsək 15, eləyəcək 20-də 8 üzərinə 15 gəlsək eləyəcək. Deməli, 23 x. Nə edirdik? Deməli, 46-nı böləcəm 23-ə. Eləyəcək 2. Və vuracam 2-ni vuracam 20-yə. Bu da eləyəcək 40. Deməli, mənim hissələrim, mən x-ı 40 tapdım. Və mən deyir ki, kiçik ədəd tapın. Yəni, 40-ın 5-də 2 hissəsi eləyəcək 16 və 40-ın deməli 4-də 3 hissəsi bu da eləyəcək 30. Yəni, mənim ədədlərim 16 və 30-dur. Məndən də kiçiyi soruşur. Deməli, kiçik ədədim olacaq 16. Keçək digər suallara. 9-cu suala keçək. 9-cu sualda bizə deyir ki, 18. Buradan işləyək. Deməli, m bölünsün 18 düzgün kəsir. 2m-in kvadratı 19 isə düzgün olmayan kəsirdir. Yəni, m-in hansı qiymətlərində? Burada bizim m-imiz düzgün olması üçün, yəni 18-dən kiçik ədədlər olmalıdır. Yəni, burada m kiçik olacaq 18. Burada isə düzgün olmayan kəsir olması üçün. Yəni, burada 18-dən kiçik ədədlər, amma burada m-in kvadratı nəzərə alaraq, gəlin bir qiymətindən başlayaq. Bir qiyməti yerinə yazsam, 19 bölünsün 2 düzgün olmayan kəsirdir. M-ə 2 qiymətini versək, 2-nin kvadratı 4, 4-ü 2-yə vursaq 8. Yəni, 19 bölünsün 8 düzgün olmayan kəsirdir. M-ə 3 qiymətini verək, onda olacaq 3-ün kvadratı 9, 9-u 2-yə vursaq 18. M-ə 4 qiymətini versək, deməli, 4-ün kvadratı 16, 16-nı da 2-yə vursaq 32. Bu artıq düzgün kəsirdir. Deməli, bizim neçə qiymətimiz oldu? 3 dənə qiymətimiz. Yəni, 1, 2, 3 qiyməti. Daha doğrusu, 1, 2, 3 qiymətini. D variantı. 10-cu sualda bizə deyir ki, aşağıdakilərdən hansı doğru deyil? Bunlar qaydaya əsaslanır. Yəni, qaydada əgər biz B-dən B-ni çıxsaq, deməli, B çoxluğu almarıq, boş çoxluğu alarıq. B variantı. 11-ci suala baxaq. Deyir, 60 ədədinin 60%-ni neçə əlavə etsək? Yəni, 60 ədədinin 60% neçə olacaq? 60-ın 60%-ni tapsaq, eləyəcək 36. Yəni, mən 36 ədədinə hər hansı bir ədədə əlavə etmişəm. 90-ın 90%-nə bərabər olar. 90-la 90%-in kənarda tapsam, bilirəm ki, 81 edər. 81. Buradan da x-i tapsam, 81-dən çıxacam 36-nı. X da bərabərdir 5, deməli 45. Doğru cavabım olacaq 45. 12-ci sualda bizə nə deyir? Deyir, bu ifadəsinin eni naturaldır. Neçə qiymətində naturaldır? İfadəmiz özdə naturaldır, enimizin özdə naturaldır. Bunu həll etmək üçün enin kvadrat üstə gəl 4n, üstə gəl, deməli 6. Bölünsün, n üzərinə gələk 4. Bunun ən yaxşı üsulu, yəni bir-birinə bölməkdir. Sürəti məxrəcə bölməkdir. Kənarda biz sürəti məxrəcə bölsək, görək nə alırıq. Bölürəm n plus 4-ə. N dəfə n kvadratda üstə gəlsin 4n. Deməli, qaldı 6. Yəni, bunu yazsaq, n
kvadratı üstə gəl 4-ni böləcəm n üzərinə gəlsin 4. Bir də ki 6-nı böləcəm n üzərinə gəlsin 4-ə. Yəni buradan da alırıq ki n-i ortaq vuruq çıxarsam olur n plus 6 bölünsün n üzərinə gəl 4. Yəni burada n-imdən natural olmalıdır. İfadənin qiyməti natural olmalıdır. Mən məxrəcdə deməli 6-nı bölənlər olmalıdır. Yəni 6-nı bölsəm 1-ə, 2-yə, 3-ə, bir də 6-nın özünə. Yəni mən n-in üzərinə 4 gəlib 1-ə bərabər eləsəm, n olacaq -3. Sonra n üzərinə gəl 4 bərabərdir 2 olsa, n bərabərdir -2. N üzərinə gələk 4 bərabərdir. Deməli 3 olsa, n olur -1. N üzərinə gələk 4 bərabərdir 6 olsa, n bərabərdir 2. Deməli, mənə burada şərt verib ki, n-imiz də daxili natural ədəd. Deməli, mən burada mənfiləri götürə bilmərəm. Ona görə n-in bir dənə qiyməti, yəni 2 qiymətində. Daha doğrusu, n-in 1 qiymətində. 13-cü sualda bizə deyir ki, 347 ədədini sonsuz dövr onluq kəsr şəklində göstərin. Dövrə qədərki ədədlər dövrdə, deməli, dövr edən ədədin cəminin ən kiçik qiymətini tapın. Neyiniyək? Sadəcə 47-ni bölək 300-ə. 0 dəfə, 1 dəfə, yəqin ki, çubuqlu bölməni hər kəs bilir. Deməli, 5 dəfə, 2, 6 dəfə. Və mən buradan görürəm ki, bu 6-lar, yəni təkrar oluna, yəni dövr eləyə gedəcək, yəni sonsuz sayda. Deməli, mən burada bu ədədi yazdım ki, 47, 300, deməli, nəyə bərabər imiş? 0,15 dövrdə 6. Yəni, məndən 15 dən 6-nın cəmini soruşur. 15 dən də 6-nı toplasam, eləyəcək 21, cavabım olacaq B variantı. Keçirəm, deməli, digər suala, yəni 14-cü suala. 14-cü sualda bizə nə deyir? Deyir, televizorun qiyməti 380 manatdan 456 manata qalxdı. Televizorun qiyməti neçə faiz bahalaşdı? Bu sualları biz həll etmək üçün nə edirdik? Kiçikdən balacanı çıxırdıq, daha doğrusu böyükdən kiçik çıxırdıq, bölürdük damdən deyilən şəkilçiyə. Yəni 380-a vuracağıq 100-ə. Buradan da hesablama aparsaq, deməli 6, 7. Yəni 100-ə də vursaq, ixtisar eləsək eləyəcək 20%. Yəni televizorun qiyməti 20% bahalaşdı. Keçək 15-ci sualımıza. 15-ci sualda müqayisə soruşur bizdən. Yəni bu suallar çox rahat suallardır. Yəni yazsam A bərabərdir 2,46 və burada arxasına istənilən sayda 0 əlavə edə bilərəm. B 2,4 dövrdə 6 təkrar olunur. C variantı 2 tam, daha doğrusu C 2 tam 46'lar görəm ki, təkrar olunur. Yəni mən buradan ən böyüyü keçsəm, baxıram tamlarım eyni, 10-da birlərim eyni, 100-də birlərim eyni. Keçirəm 1000-də birlərə. 1000-də birlərdə bu 0, bu 6, bu 4. Deməli, ən böyüyüm olacaq 1. Sonra keçsəm digərinə, yəni deməli 10.000-də birlərə keçsəm, deməli ikinci ədədim olacaq C. Müqayisə eləsəm. Üçüncü ədədim isə A. Bu da harda var? B böyükdür, C böyükdür, A. Deməli bu da var D bəndində. 16-cı suala baxırıq. 16-cı sualda bizə deyir ki, deməli 23 237 aralığında, yəni 23 ilə 237 aralığında intervalında natural ədədlərin neçəsi 4-ə qalıqsız bölünür. Biz buradan, yəni natural bu aralıqda ən kiçik 4-ə bölünən ədəd 24, ən böyük 4-ə bölünən ədəd isə deməli 236-dır. Bizim qaydamız var.
sayını tapmaq üçün sondan əvvəl çıxırıq. Bölürük aralarındakı fərqə, yəni 4-ə bölünür dediyinə görə 4-ə və üzərinə 1 gəlirik. İndi bunu hesablasaq, deməli 212 bölünsün 4, üzərinə gəlsin 1. Bu da eləyəcək 5, 3, 53 üzərinə gəlsin 1, 54. Yəni 54 dənə mənim 4-ə bölünən ədədim var. Digərində baxaq nə deyir bizə. 17-ci sualda deyir ki, düzbucaqlının tərəfləri 8 və 10 cm-dir. Bir düzbucaqlı çəksək, tərəflərini 8 və 10 qeyd etsək, düzbucaqlının tərəfləri 3 cm böyüksək, sahəsi neçə faiz artar? Əvvəlcə düzbucaqlının sahəsini tapaq. Bilirik ki, düzbucaqlının sahəsini tapmaq üçün eni vururuq uzunluğuna. Yəni, onu vuram 8-ə, eləyəcək 80. İndi bizə deyir ki, ikinci bir düzbucaqlı çək və hər tərəfi 3 cm böyütsək. Bura olacaq 13, bura olacaq, deməli 8-də 3% artırsam olacaq 11. Növbəti düzbucaqlının sahəsi, deməli 13-ü də 11-ə vursaq 143. 13 vurulsun 11, deməli 13, 143. Deməli sahəmiz deyir neçə faiz artar? Nə edirik? Əvvəlcə 80 idi. Yəni 143-dən çıxacam 80-i, böləcəm 100-ə, 100-ə nə idi? Böləcəm 80-ə, vuracam 100-ə. Bunu da hesablayaq. Deməli 143-dən 80 çıxaq, kalkulyatorda hesablasam. 143 çıxılsın 80, bölünsün 80, vurulsun 100. Eləyəcək 78,75. 78,75. Deməli, bizdən soruşur ki, neçə faiz artar? 78,75. 18-ci sualda bizə deyir ki, deməli, x-ımız deyir 26 ilə 138-in aralığındadır və x-ımız 3k-dır. Yəni, yazıram buradan x-ımız 3k. Y-imiz isə 36 ilə 157 arasındadır və y-imiz 4k-ya bərabərdir. 4k-ya bərabərdir. Və bizə deyir bunların kəsişməsini tap. N, A kəsişmə B. Biz də bilirik kəsişmə ortaq olmalıdır. Deməli, burada bizə 3k-nın 4k-nı verir. Deməli, biz bunların əkobunu tapmalıyıq. Əkob 3k-nın 4k-nın əkobu, deməli, 12k-dır. Yəni, mən bu aralıqlarda 12-yə bölünən ədədləri tapmalıyam. Və mənim aralığım 26-dan böyük. Yəni, mən burada görürəm ki, 36 daxil olmaqla, yəni 36 və 138-ə kimidir. 138-ə kimi. 138-ə kimi də deməli 12-yə bölünən ədədim 120, 132. 132. Və mən sayı tapmaq üçün yenə də deyirəm, sondan əvvəli çıxıram, bölürəm 12-yə, 12 qaldı ona görə 12-yə və üzərinə gəlirəm 1. Deməli 132-dən 36 çıxsam qalır 96, bölünsün 12, üzərinə gəlsin 1. O da eləyəcək 9. Deməli, mənim kəsişməmin elementlərinin sayı olacaq 9. Keçək digər suala. Digər sualda baxaq. 19-cu sualda bizə deyir ki, 198-dən kiçik natural ədədlərdən neçəsi 6-ya qalıqsız bölünür? Yəni, 6-ya bölünən ədədləri tapın deyir sayını. Ən kiçik natural ədəd dediyinə görə 6-ya bölünən ən kiçik natural ədədimiz elə 6-nın özüdür. Yəni 6, 12, 18 bu qayda ilə saysaq 198-dən kiçik dediyinə görə mən 198-i götürə bilmərəm. Yəni 192-ni götürürəm. Və mən yenə də burada say tapacağam. 192-dən çıxacam 6-nı, böləcəm 6-ya, üzərinə gələcəm 1. 192-dən də 6 çıxsam və bunu hesablasam eləyəcək 32. Yəni mənim 32 dənə 6-ya bölünən ədədlərim var. Digərinə baxaq, görək digər sualda bizə nə deyir? 20-ci sualda bizə deyir ki, A ilə B-nin kəsişməsi boş çoxluqdur. N-A 8 olarsa, deməli B-nin
A-nın deməli B çoxluğunun A-ya tamamlayıcısını tap. Yəni indi biz bu suallarda nə edirdik? A-nın B, deməli yəni kəsişməmiz boş çoxluqdur. Yəni burada əgər bizim kəsişməmiz boş çoxluqdursa, B-nin A-ya tamamlayıcımız elə 8-in özü olacaq. Yəni cavabımız elə olacaq 8. 21-ci suala baxaq. 21-ci sualda bizə deyir ki, A daxildir. Deməli, daha doğrusu deməli, B A-nın alt çoxluğudur. NA 18. Mən bu sualları Venn diaqramı ilə yazacağam. A çoxluğunun elementlərin sayı 18-dir və bizə deyir ki, NA bu olsun A çoxluğu, bu olsun B çoxluğu. A-dan B-ni çıxmışam, yəni bu hissəni çıxmışam. Qalıb 13 dənə. Və mən buranı çıxmışam, axı mənim elementlərimin sayı NA 18-dir. Deməli, buradan 13 varsa, ortaq olacaq 5 dənə. Və bizdən buna çıxmışam da, yəni bu hissəni çıxmışam və mənim buradakı 5 dənə ədədim var. Yəni NB olacaq 5. Bu da bitdi. Ətraflı yazı tələb edən suallara da bir dənə baxaq. Deməli, burada nə edirik? 22-ci sualda deyir ki, ifadənin qiymətini hesabla. Gəlin hesablayaq. 2/3-də, daha doğrusu 3/2-də 1 üzərinə gəlsin 7/3-də 1. Buradan hesablasaq, deməli 10/2-də 1 üzərinə gəlsin 3-də 1 də hesablasaq, 10 deməli 6-da 5. Deməli, birinci mötərizəni tapdıq, ikinci mötərizəni də hesablasaq olacaq 2/5-də 3. Bunları da ayrı-ayrı hesablasaq, yəni düz qolama kəsri çevirsək, bu eləyəcək 6-da 65 bölünsün 5-də 13. Kəsiri kəsirə böləndə də birinci kəsiri saxlayırdıq, digər kəsiri tərsini çevirib vururduq. Bununla bu getsə, 65-dən 13 getsə 5 qalır. 5-i də 5-ə vursaq 25 bölünsün 6. Yəni biz bunu bu formada saxlaya bilərik və yaxud da ki, tam və kəsr hissəsini ayıra bilərik. 25-i 6-ya bölünəndə 4/6-da 1 qalar. Cavabımız olacaq 4/6-da 1. Deməli, 4/6-da 1. Digər suala keçək. Son 2 sualımız qaldı. Deməli, 2 ədəd verilmiş. 2 ədəd verilmişdir. Birinci ədədin 40%, 40%, ikinci ədədin 60%-nə bərabərdir. Yəni, bu nə demək istəyir? 0,4x bərabərdir 0,6y. Yəni 4x bərabərdir 6y. Hər tərəfi də 2-yə bölsək 2x bərabərdir 3y. Natural ədədlərdən bildiyimiz kimi burada nə edirik? X-a 3k deyirik, y-ə isə 2k deyirik. Aha. İndi baxaq bizə nə soruşur. Bu ədədlərdən kiçiyi 60 olarsa, buradan kiçik hansıdır? 3k yoxsa 2k? Əlbəttə 2k. Yəni 2k bərabərdir 60 olarsa, k buradan tapırıq ki 30-dur. Əgər k-mız 30-dursa, x-imiz bərabərdir 90-a, y-imiz də bərabərdir 60-a. Bizdən də buradan böyük ədədi soruşur. Böyük ədəd də oldu. Deməli 90. Son 2 sual. Deməli, burada bizə deyir ki, 7 üstəgəl 13 üstəgəl 19 üstəgəl nöqtə üstəgəl 55 bərabərdir x olarsa, aşağıdakı ifadəni x ilə əvəz elə. Mən buradan hər deməli, 130-u çıxarsam, 130, üzərinə gəlinsin 7, üzərinə gəlinsin 130, üzərinə gəlsin 13, üzərinə gəl 130, plus 19, üzərinə gəl nöqtələr, üzərinə gələk 130, plus 55 bərabərdir bir A ədədi yazsam. İndi bunun əvvəlcə sayını tapaq görüb bizdə neçə dənə 130 var. Deməli 130-un sayını tapmaq üçün bu ədədlərin neçə artıb? 7-dən 13-ə. Yəni 6 vahid artıb. Yəni nə edəcəm? 55-dən çıxacam 7-ni böləcəm 6-ya. Üzərinə 1 gələcəm. Bu eləyəcək 55-dən 7 çıxanda, deməli, 48, 48-i bölsəm 6 üzərinə 1 gəlsin, eləyəcək 9. Yəni, mənim 9 dənə burada 130-um təkrar olunur. Yəni, 130 vurulsun 9,
Mötərizənin içərisində 19 plus nöqtələr plus 55 bərabərdir bir A ədədinə. Və mən burada bilirəm ki, bu ədədimiz nədir bizim? X-dır. Yəni 130-u da vursam 9-a edəcək 0. 130-u mən 9-a vursam, deməli 0, 7, 21, 11 üzərinə gəlinsin X. Daha doğrusu burada üzərinə gəlinsin var. Bərabərdir. Aydədir. Mən də burada A-nı X-la əvəz elədim. Çox, bitdi. Keçək son sualımıza. Burada bizə nə deyir? Deyir, B bölünsün A üstə gəl C bərabərdir 5-də 2 BC. Aha. Biz burada nə edək? Gəlin, çarpaz vuraq. Çarpaz vurmaqla, deməli, C bölünsün B bərabərdir 2. Buradan C bərabərdir 2B yazsaq. Aha. Daha doğrusu biz burada B-ni əvəz eləyək ki, aparaq digər ifadədə. Biz buradan B-ni tapsaq, B bərabərdir, çarpaz vursaq, B bərabərdir C bölünsün 2. Harada B varsa, yerinə C bölünsün 2 yazaq və ifadəmizin qiymətini tapaq. B-ni yerə yazacağım C bölünsün 2, üzərinə gələk A, üzərinə gələk C. Buradan da bərabərdir. C bölünsün 2A üzərinə gəlsin 2C bərabərdir 2-də 5 və çarpaz vursam hər tərəfə. 5C bərabərdir 4A üzərinə gəlsin 4C. C-ni də keçirsəm bu tərəfə C olacaq 4A-ya. Və 19 sualım yarımçıq qaldı. Elə bil sonu yəni tam da düşmədi deyə mən 25-ci daha doğrusu sualı yenidən izah edirəm. Yəni buradan C bölünsün B bərabərdir 2 olarsa, buradan gəlin B-ni tapaq. B bərabərdir C bölünsün 2. Digər ifadədə aparaq B-ni yerinə, bu ifadədə B-ni yerinə yazacağım C bölünsün 2 bölünsün A üzərinə gələk C. Buradan da deməli 2A üzərinə gəlsin 2C bərabərdir 5-də 2. Yəni yenə çarpaz vursaq C-ni soruşur. A bölünsün C-ni. Aparsam, C-nin yerinə 4A yazsam, A-larım gedəcək, qalacaq 4-də 1. Deməli, 25-ci sualımın cavabı olacaq 4-də 1. İnşallah ki, növbəti həftələrdə növbəti yeni sınaqlarımız gələcək. İzləmədə qalın.